Sizə 8-ci sinif texnologiya dərsi ilə 6-cı mövzunun izahını verəcəm. Mövzumuz ağac üzərində bədii yandırma texnologiyasıdır. Deməli, bədii yandırma nədir müəllimlər? Bədii yandırma ağac məmulatlarının bəzədilməsi üçün nəzərdə tutulan dekorativ sənət növüdür. Yandırma üsulu ilə suvenir, mebel və kiçik oduncaq məmulatlarının üzərinə naxış salınır. Ağac üzərində bədii yandırma hansı alətlə yerinə yetirilir? Bədii yandırma elektrik ucluğu olan qələm vasitəsilə yerinə yetirilir. Baxın müəllimlər, elektrik yandırıcısı. Evdə və texnologiya dərslərində yandırma xüsusi elektrik cihazının, yəni elektrik yandırıcısının köməyi ilə aparılır. Elektrik yandırıcısı 5 hissədən ibarətdir müəllimlər. Elektrik yandırıcısı birincisi gövdədən, yəni bu gövdə hissəsidir. Sonra birləşdirici naqillərdən, baxın şunur, bildiyimiz şunurda birləşdirici naqillərdən, sonra plastik tutqaca bərkidilmiş közənən ucluqlardan, yəni həm plastik tutqacdan, həm də onun bərkidilmiş közənən ucluğundan ibarətdir. Ucluq temperaturun tənzimlənməsi elektrik qızdırıcısının tənzimləmə qulpu, bir də onun tənzimləmə qulpundan ibarətdir. Sonra istehsalatda, bədii sənət imalatxanalarında yandırma ilə naxış salma, məişət və sənaye cihazları ilə, eləcə də elektrik yandırıcısına taxılan müxtəlif ucluqlarla aparılır. Yandırıcının ucluğu elektrik cərəyanı keçdikdə közənən xüsusi ərintidən hazırlanır. Elektrik yandırıcısı ən müxtəlif naxış və təsvirlərin salınması üçün nəzərdə tutulmuş ucluqlar dəsti ilə təchiz edilib. İstənilən hamar və quru oduncaq səthi üzərində yandırmanı yerinə yetirmək mümkündür. Lakin ilkin öyrənmə mərhələsində toz ağacı, ağcaqovaq, qızıl ağac, cökə, şabalıd oduncağının oduncaqları, yəni materiallarından istifadə etmək olar. Bunlar həm də müəllimlər bir cinsli ağac növü kimi keçir. Deməli, bir cinsli ağac növlərinə nələr addır? T, A, C, Q, Ş kimi yadımıza saxlayırıq. Tacıqış. Deməli, toz ağacı, sonra ağcaqovaq, qızıl ağac, cökə və şam ağaclarının, şabalıd ağaclarının oduncağı deməli istifadə edilir. Bu növ oduncaqlar açıq rəngə və bir cinsli quruluşa malik olduğu üçün yandırılan yerlər tez və bərabər kömürləşir, təsvir aydın və ifadəli olur. Təsviri yandırmazdan əvvəl məmulatın səthi əsaslı surətdə subata kağızı ilə cilalanmalıdır. Cilalanmış səthdə yandırılacaq təsvir köçürülür. Ən çox yayılmış üsulda təsvirin sürət çıxarma kağızı vasitəsilə köçürülmə üsuludur. Təsviri köçürmək üçün bütün xətlərin üzərində karandaş və yaxud da ki, diyircəkli qələmlə cızılır. Bədii yandırma üçün əsas qaydalar. Baxın müəllimlər, bədii yandırma 6 mərhələdən ibarətdir. Yəni, necə yerinə yetirilir? Birinci, yandırma üçün pəstağı hazırlayırıq. Təsviri çəkirik və onu surət çıxarma kağızı vasitəsilə köçürürük. Üçüncüsü, karandaşa tutduğunuz üsulla ucluğu olan tutacağı götürün və elektrik yandırıcısını şəbəkəyə qoşun. Dördüncüsü, pəstağın hazırlandığı oduncağın tullantıları üzərində ucluğun qızmasını tənzimləyin və yoxlamaq üçün birincisi iştirak çəkin. Beşincisi, düz oturun, ucluğun üzərinə çox əyilməyin, otağın havasını tez-tez dəyişin. Altıncısı isə tutqacı bərk basmayın, közərmiş ucluğu bir nöqtədə çox saxlamayın, yandırıb kömür etməkdənsə az yandırmaq daha yaxşıdır. Məmulatın səthi üzərində yandırılmış təsviri olduğu kimi saxlamaq, karandaş, flomaster, sulu boya ilə rəngləmək və laklamaq olar. Elektrik yandırıcısı ilə təhlükəsizlik iş qaydalarına nələr daxildir? Birincisi, cihazı şəbəkəyə ancaq müəllimin icazəsi ilə qoşun, qoşmazdan əvvəl iş yerindən kənar əşyaları yığışdırın. Əllərinizi və paltarınızı közərmiş ucluqla təmasdan qoruyun. Cihazı elektrik şəbəkəsini qoşulu vəziyyətdə saxlamayın. İşi qurtardıqdan sonra cihazı söndürün, elektrik çəngəlini şəbəkədən ayırın və cihazın soymasını gözləyin. Növbəti mərhələ isə işlədiyiniz otağın havasını dəyişməkdir. Belə müəllimlər, bu mövzumuzda bu qədər. Hər birinizə uğurlar.